Sabahın xeyir Azərbaycan. Əziz dostlar, Fox İllüziya nümayişi incəsənətin çox qədim növlərindən biridir və sadə göründüyü qədər mürəkkəb, eyni zamanda da çox maraqlıdır. Düzdür, ölkəmizdə bu sənət növü o qədər də geniş yayılmasa da, amma bu sahədə bizim kifayət qədər peşəkar və istedadlı sehirbaz illüzionistlərimiz fəaliyyət göstərir ki, onlardan biri də bu səhər bizim studiyamızdadır. Bəli, əziz tamaşaçılarımız, biz həmin qonağımızla ətraflı şəkildə danışacağıq. Hansı əsas xüsusiyyətlərə malik olmalıdır ki, əla fokuslar eləyə bilsin həmin şəxs və bugün efrimizin qonağı fokusçu, illüziyaçı Elmar İbrahimov da qonağımız. Elmar mənim, xoş gəlmişsiniz. Çox sağ olun, salamlayıram hamınızı, sabahınız xeyir. Bu gözəl yeni il əhəfərisində mən hamınızı təbrik edirəm. Qarşıdan gələn yeni il və dünya Azərbaycanla həmrəylik münasibətilə var olun. Çox gözəl ab-hava var burada. Biraz da enerji aldım buradan. Çox maraqlıdır. Şadıq eşitməyə. Siz daha maraqlısınız. Hər mənada siz daha Fox maraqlısınız. həmişə maraqlı olub illüziya. Bütün dünyada. İlk Fox'unuzu neçə yaşınızda etmişsiniz? İlk Fox'umuzu 75-ci ildə. Neçə yaşınız var idi? Biz 75 yaşımda 13 yaşında, 12 yaşında belə. Kimdən ilhamlanmışdınız? O Nə baş vermişdi ki? Gəlirdi, məktəblərdə tədbirlər olurdu, fokusçular gəlirdi o köhnə məktəblər tədbirlərində və yaxud efirlərdə baxırdıq. Oradan nəsə Necə idi o ilk Fox'unuz? Yəqin çox sadə olar, hə? Necə? Necə idi o ilk Fox göstərdiyiniz Fox sizin? İlk fokusum o rayon yerində belə stolun üstünə məsələn 4 dənə belə qəndi qoyurduq, kepkalarla bağlayırdıq üstünü. Qaldırırdıq, yoxdur. Bağlayırdıq, açırdıq, yenə var. Yəni o özümdən asılmaq məni o qədər tutmuşdu, onu göstərirdim elə məktəbdə, orada, burada. Sonra yavaş-yavaş Hiss edirik ki, siz bugün əli dolu gəlmişsiniz. Mən həmişə əli doluyum. Görəsən bugün bizə. Əli dolu, üstü də doludur. Seyirbazları bilmirsən, hansı ara, hardan, nə çıxacaq. Sizə assistent lazımdır. Olar, gəlin bura. İkimiz də gələk. Mən onu da deyim ki, mənim 2006 və 2008-ci illərdə 2 dənə Fox kitabım çap olunub. Bu Fox kitabı 6-cı kitab çap eləyib, bunu baxa bilərsiniz. Bütün, yəni... Nə yaxşı, bizdə nəzəriyyə də var demək ki. Nəzəriyyə var, yəni düzdür. Fox'u sözlə yazmaq çox çətindir. Çox çətindir. Aparırdım, Rafiq müəllim, Allah ona can sağ versin, 6-cı kitabda redaktör eləyirdi bunu. Göstər, sonra yazar. Yəni, bir-bir göstərindən sonra qələm alırdı. Sizin şəkilləriniz də var. Bu da 2006-da çıxıb, birlikdə Fox'u öyrənək. Burada sirləri açıqlamışsınız bu kitablarda? Belə də bir 50-60-dən xırda Fox'ların... 50-60 dənə, o. 50-60-dan xırda. Xırda, hələ 50-60 xırdadır. İndi xırda Fox göstərir. Gələcəkdə deməsinlər də bu elə neyinib, nəyi var. Yəni, Azərbaycanda yox idi Fox kitabı, açığı. Bir dənə Allah verdi müəllimin kitabı olub 92-lər, bir də Tofiq müəllimin kitabı var. Dedim, qoy bir nəsə olsun proşür, insanlar nəsə hazırlamaq istəsə hazır. Çox maraqlı, yəni vaxtımız birdən az ola bilər deyə maraqlı bir Fox. Bu kitabı vərəqləyirik, adi kitabdır. Birazdan bu kitab qarşı buradan yox olacaq. Bu, nə deyirlər buna, konvert yoxsa konverti qoyduq, saxlayın yaxşı. Deməli, mən sıxam, harada istəsəz dayan desəz, mən bu kartı kitabın harasını istəsəz qoyacam vərəqə. Deyin, haradan qoyacam? Dayanın. Buradan, belə. Çox maraqlı bir nömrədir bu, dünya səviyyəsində, belə. Deməli, buradan səhifəni yadda saxlayacaqsınız, bir də bir dənə söz, hər üçüz baxın. Səhifəni yadda saxlayın. Saxladınız, səhifəni, bir dənə də söz. Bəli. Bunu götürə bilərəm, kartı. Bəli. Kartı qoydum. Kartı qoydum. Fox'un bir hissəsidir. Elə bildim, bu da Fox'un bir hissəsidir. Yox, o düşməməlidir. Kartı qoyduq bura. Deməli, belə saxlayacam. İndi bu buradan çıxacaq vərək. O terminala tutun bunu. Tutun, belə saxlayın. Elə bilin ki, kartdır. Ağır deyə dənizdir. Neçənci səhifə idi, deyin. Niyə deyirəm ki? Yox, zaman tamaşaçılar eşidir. Yox, mən deməyəcəm. Yaxşı. O terminala pul ödəyəcəm, belə pulu ödeyin bura. Ödeyin kitabın üstünə. Buradan konverti açmırıq. Partın, çıxsın konvert. Səhifəni deyin, sonra açın. Gəl deyək ki, görək ki, o səhifə çıxacaq burada. 140, yaxşı, 140-ı açın burada. 140-ı açıq burada. Hələ açmaz. 140 açsınız.
Bir dəqiqə. Aha, gəldim, 140 idi də. çatdım. Yox, 140 idi. Artıq yoxdur 140. 140 necə qopub buradan, hə? Cırılıb. Onu açın. Bu necə buradan çıxa bilərdi? Axı biz heç Hə. səsini də eşitmədik. Sanki qatardan düşüb getməyimi istəmirdi. Bunu oxumuşdum bayaq. 140. Bunu biz heyf elədik, yoxsa Yox, siz heyf yəni siz elədiniz? elədiniz. Yəni mən niyə olmadı? Təzə kitab alam gərək. O vaxt kitabxanada bizdə məktəbdə qayda var idi. Bir kitabı məhv eləyirdinizsə 10 dənə cərimə kitabı Bir gətirdin. dənə burada dur. Azərbaycan Azərbaycan. burada durun bax. Allah. Mən də o vərək kimi eləməyim, xahiş edirəm. Qoyun işimi görüm. Mənim çox sevdiyim fokusların, yəni fokusun növləri çoxdur. İllüziya, manipulyasiya, mikromagiya, matematik, riyazi, fiziki, kimyəvi. Bu manipulyasiya idi? Yox, o deyildi. Bu illüziyadır. Hə. Yəni mən insanlarla belə kontakt işləməyi daha çox sevirəm. Bu ən çətin stildir. Azəm ən çətin. Gəl yaxından mənə nəsə elə belə göstər. Yəni bu pulu qoyuruq sol əlimizə. Yəni mən 1-2 deyən kimi bağlayacaqsınız. 1, 2, bağlayın, bağlayın, bağlayın. Açmayın. Dəniz xan bir dənə belə eləyin əlinizdən. Yəni fikirləşin Mənim də ki, əlimdə var nəsə. fikirləşin ki, o pul oradan yox olur. Yox olur. Açın əlinizi. Gördünüz? Deməli məndə də nəsə varmış. Hardan çıxacaq indi Erman müəllim? Nə bilim, bilmirəm. Qoy görüm. Aha. Bir dənə göydən tutun siz pulu. Heç nə görsənmir. Əlinizi belə saxlayın. Buradan atın onu saatın altına, uzaqdan at. Çevirin əlinizi. Çevirin əlinizi. Saatın altından götür. Çıxart, çıxart. Aha, hardan getdi ora? Bunu burada. Özü saatın altında ora necə gedib çıxdı? Yəni bu... Erman müəllim, bax, Mən cibimi yoxlayam. Yox, dedim bəlkə cibimə bunu necə səsiz ata biləriz, amma saatın altında bunun özü kip deyə saatı da mənə kip bir sənə bağlamışam. maraqlıdır. Sərfan, tarixdə bilirik ki, dünya şöhrətli fokusçulardan Gary Houdini ya da ki David Copperfield, hamımız onları tanıyırıq. Bəs Azərbaycan tarixində Erman müəllimi özünün ixtira etdiyi hansı fokusdan tanıyırlar? Hansı fokusdan o yadda qalır? Saatın altından qəpik çıxartmaq, bu asan Sən deyil. ixtira etdiniz. Bu sizin şəxsi ixtira etdiyiniz fokusdur. Yəni ümumiyyətlə şəxsi ixtira tək-tək var. Azərbaycanda bir neçə nəfər var və Tofiq müəllimin bir iki dənə fokusu var. Şəxsi ixtira. Yəni amma yenə də bunun bazası gedir qədimə çıxır. Qədimə. Tapılmayan bir şey yoxdur. Yəni məsələn bax bunu mən öz stilimdə, öz stilimdə deyirlər də işləyirəm. Bu manipulyasiya idi. Bu manipulyasiya. Bu manipulyasiya. Onu necə elədiniz ki, mən onu toxunuşu hiss eləmədim. Keyimə yaratdınız qolumda elə bil ki. Öz stilində işləyirsən, bu sənin tapıntın demək olar ki. Amma onun onu almaq üçün gərək bunu yazıb verəsən patent büro deyirlər də, oradan sənə çağır. O da ki, 1 illik olur. Mən bütün fokusları öz stilimdə işləməyi çox sevirəm. Siz də ehtiyatla məsafə saxlayaraq dayanıram. Yox da yenə mən tək kontrabasda. Yaxşı. Nəsə eli göstərək. Fokuslar çoxdur burada. Yəni nədən başlayaq? Pulla eləyək, yoxsa ayrı bir şeylə eləyək? Pulu çoxaldaq. Pul çoxaldaq. Çoxaldaq, biz razıyıq. Varmı 1 manat? Yox, efirə pul gətirməmişəm. Doğrudan. Mənə 1 manat verin də. Yaxşı. Göz operatorumuzdan alın. Operator. Ümumiyyətlə, sizcə bu sənətə hər adam yerlənə bilər, yoxsa bu sənətə xüsusi qabiliyyətləri 10 manat olar. Bəli, xüsusi qabiliyyət olmalı. Kərim, sən deyəsən, məncə 10 manat ən çıxartmaq birincisi istəyirsən, cəldlik idi. Ən birincisi, yəni sənətə maraq, həvəs olmalıdır. İnsan istədiyi bir şeyə həmişə nail ola bilir, ürəkdən onu istəsə. Ürəkdən mən gecə gün yatmırdım ki, o necə olur, bu mistika necə olur. Adam var ki, deyir, fokusda da yox, gedir belə, o hazırlaşanmaz. Ürəkdən sevməlisən sənət. Həyatda da belə ki, ürəkdən nəyi çox sevirsənsə, Allah qurban olum, ilahi, tanrı, onu sənə Neçə manat qaytaracaq qismət eləyir. operatorumuza? Yəni, baxın, əllərimi yenə göstərirəm. Mənim ən çox sevdiyim, yəni, tuluklardandır, fokusdan bir. Bunu mən heç bir köməkçi vasitə olmadan eləyirəm, indi bizim fokusçular bilir. 10 manat Kərim. Yəni, mənim bunu işləmə stilim təmiz başqadır. Bunun hamısını fokusdan başa çıxanlar bilir. Bax, 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 belə. O, necə oradan? Özümündür. Tanımıram sizi. Adınız necə? Özdə təmiz Həmin nömrədə təmiz necə olmalıdır? təmiz yüzlükdür, hə. 10 manat qaytaracağam. 20 manat sənə qaytaracağım, xahiş edirəm. 30 manat. 200 eləyək. Aha, elə də ola Hər bilər. əldə 100 düşdü. Gərək qaytarmayalım. Sol əlimi. Bu da bizim sağ əlimiz yenə də.
həqiqətən bir daha minnətdaram ki, bax bu sənəti belə Biz də minnətdarıq da sizə. Burada 10 manat bayram 200. qabağı, yəni bu sehirli pul oldu. Yəni 10 manata qayıtdı. Kiməsə 200 manat olacaq. bu pulların üstünə qoyacaqsınız bunu, yəni çoxlu yəni gəlir gətirəcək. Belə. Bu sehirli pul oldu da öyle bilirsiniz. Bax belə eləyirik bir dənə. Hə. Hər hansı bir məsələn dəsmal çıxartdıq, qoyduq bura. Yəni bax qoyduq bura. Əlinizlə belə eləyin bir dənə. Götürün, verin pulu. Hə. Bəs hara yoxa çıxdı, bəs yaylıq? Ay Allah, yenə mən. Məndən nə istəyirsən? Belə eləyirik. Buram bax. Qıdığı gələcək indi. Estağfurullah. Yarım hələ ki vaxtında lazım qaytarmaq bizə pulu. Nə qədər gecdə öl götür. O da yox ola bilər. Kərim, verərsən o onluğu, mən də öz pullarımın üzərinə belə çəkərəm. Papaq görə necə yanaşır sənə, yaxşıdırmı? Biz bayaqdan o papağa Növbət hər saatında tərəfə olmayacaq burada. baxdıq. Ki, nəsə ola bilərmi onun içində, yoxsa yox? Hə. Mən özümün manipulyasiyaya nəyi var məruz qalmış hiss edirəm. Manipulyasiya otağına xoş gəlmişsiniz bir sözdən də. Hə. Oturmuşam, cıngırım da çıxmır artıq. İnsanlar həmişə mistikaya həvəsli olub da. Yəni ona görə də bəziləri dünyanın məsələn sonu deyək. Mən sonsuzluğu qəbul eləmirəm. Sonsuzluq nədir? Ona görə də insanlar bu şeyin axırına çıxa bilmir deyə mistika daha çox gəlib orada dayanırlar. Sən deyir ki, dünya sonsuzdur. Sonsuzu mənə başa sal, heç kim onu başa sala bilmir. Bizim beynimiz onu qəbul edə bilməz. Bizdə hər şey çərçivədədir. Ona görə də bax, Fox o qədər gözəl istirahətlərdən Siz alın, başımdan nə çıxacaq mən? Bu dəfə başımdan nə çıxardacaqsınız? Nə istər çıxardaq onu sən? Görəsin çıxsın. Nə çıxsın? Yox. Yaxşı, çox danışmayaq. Bir dənə Fox var yeni. Elə onu göstərir. Heyvan, canlı heyvan olmasın. Yox, mən ümumiyyətlə heyvan, bir dənə onu da deyim ki, Dəniz xanım. Bəli. Yəni, Amerikada heyvan sevərlər cəmiyyəti bütün heyvanlarla işləməyi qadağan edir. Yaxşı eləyib. Çox sağ olsunlar, nə gözəl bir. Mən ümumiyyətlə harasa gedirəmsə aparmıram heyvanı. O əziyyət verir, neçədənsi yəni əziyyətə düşür. Çox üzr istəyirəm, dəqiqə yarımız qalıb. Nə çıxardınızsa çıxardın. Bu son mən belə çıxmayacaq başımdan sonra mənim bu. Bu ip hansı rəngdədir? Qırmızı, bu da sarı. Bir dənə belə düyün vuracaq. Diplomat doludur Foxdan, Allah qoysa yeni ildən sonra gələrik. Qırmızı ipdədir da düyün, hə, görürsünüz? Bəli. İndi keçəcək sarı ipə. Çox maraqlı bir Foxdur, baxın. Necə sarı ipi? Düyün oradan qopub keçəcək sarı ipə. Deyin ki, fokus, mokus. Fokus, mokus, üstə də pokus. Necə bura keçə bilər? Baba. Saxlayın bunu. Çıxdı. İndi bu düyünü görürsünüz. Buradan da düyün getdi. Bunu çıxardıram buradan, bax. Hə. Yoxluq göstərin efirə. Bəyək axı yox idi orada, sanki yapışmış kimi idi ora. Yaxşı, indi bunu təzdən yapışdıraq bura. Hə. Baxın, Adəmən, bax. Mən başımdan, burada nəsə hiss edirəm. Düyün elə nəsə. Düyün elə, Yapışdı bura. tamaşaçılara da göstərək, çıxmır Açın o düyün, buradan. açın göstərin efirə. Yox, elə yox, belə dartın. Babu, sən demə düyün bu imiş. Mən düyün zaten, mən öz canımın Baxın altında kim hayındayım. var? Burada nə var? Nə var deyirəm, kim var? Bu enerji, bu Qəribə hiss edirəm başımı. şahlıq quşu deyirlər o vaxt. Ay Allah. Ruzi bərəkət quşu. Sən qoydun odur. maşın, bütün bu il 24-cü il sənə düşərli olacaq. Qalsın mən bu sizə sabah qaytarım. Yeni ildə Sən qaytararsan. gözəl düşərli bir il olacaq. Təşəkkür Bitir edirik artıq. sizə Elmar müəllim. Artıq Götürə bilərəm. bitirməli. 16-dan Götürə bilərəm. Hə, götürün qoy. Dəqiq. Hə, götür. Hə. Heç nə yoxdur, qox. Ruzi bərəkət gətirəcək, qox. Hə? Əziz tamaşaçılarımız, nəzərinizə çatdıraq ki, efirimizin qonağı fokusçu, illüziyaçı Elmar İbrahimov idi. Elmar müəllim, Çox sağ olun, çox pozitiv enerji aldım, pozitiv, yəni evdə də baxırıq kanala, çox gözəl yəni. Nə gözəl. Həm də əvvəlki halıma qaytarında özüm bir tərif hiss edirəm. Manipulyasiyam çıxır. Bir dənə belə dur, belə dur. 2 dəqiqəlik, 1 dəqiqəlik, yəni Yox. əllər... Yox, nə dəqiqə? Əllər belə qabağa. Yox, buradan, Kimsə də? buradan. Bir dənə oyunda 2 dəqiqəlik. Yox, 2 dəqiqə Bir ayaq, bir ayaq belə. 30 saniyə duracaqsan, gözü yum. Tərpənsən, udursan. 1, 2, 3, uduzdun. Olmaz yerə dəymək. Sizin deyəcəkdim, bu nədir? Öz qulaqcığımdan da xahiş edirəm, bitirək bu söhbəti. Yox, qurban kimi hiss edirəm. Saca araya. Məncə də.